Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Allah subhanahu wa ta'ala müvəffəq etsin. Kitabımızın davamını götürürük. Kitab-ı Tevhid. Tevhid kitabı Allah'ın qulları üzərində olan haqqı. Və 5-ci fəsildə qalmışıq. Müəllif rahimehullah buyurur: "Əd-du'a ilə şəhadəti ən la ilahe illallah." Allah'tan başqa haqq ilah yoxdur. Yəni la ilahe illallaha dəvət etmək. Yəni tevhidə dəvət etmək. La ilahe illallah şəhadətinə dəvət etmək. Və sonra müəllif rahimehullah burada ayələr gətirir. Bir ayə və 2 hədis gətirir və bu ayəni gətirir. Allah subhanahu taala bu ayəsin "Qul hâzihi sabîlî ad'u ilallâhi alâ basîratin ene ve men ittaba'ni." De, bu mənim yolumdur. Mən və mənə tabi olanlar elm üzərində, bəsirət üzərində, haqq üzərində Allaha dəvət edirəm. Və İbn Abbas radiyallahu anhumadan hədis gətirir. İbn Abbas radiyallahu anhuma أن رسول الله صلى الله عليه وسلم لما بعث معاذا إلى اليمن قال له إنك تأتي قوما من أهل الكتاب فليكن أول ما تدعوهم إليه شهادة أن لا إله إلا الله وفي رواية إلى أن يوحدوا الله فإنهم أطاعوك لذلك فأعلمهم أن الله افترض عليهم 5 صلوات في كل يوم وليلة فإنهم أطاعوك لذلك فأعلمهم أن الله افترض عليهم صدقة تؤخذ من أغنيائهم وترد إلى فقرائهم فإنهم أطاعوك لذلك فإياك وكرائم أموالهم واتق دعوة المظلوم فإنه ليس بينها وبين الله حجاب أخرجه. İbn Abbas radiyallahu anhuma deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Muaz radiyallahu anhunu Yəmənə göndərdiyi zaman ona deyir ki, sən kitab əhlindən olan bir qövmə gedirsən. Kitab əhlindən olan bir qövmə gedirsən. Və onları ilk dəvət edəcəyin şey la ilahe illallah şəhadət olsun. Başqa rivayətdə Buxari rahimehullah rivayətdə ilə ən yuvahhidullah, yəni Allahı təkləşdirmək. Yəni onlara dəvət edəcəyin şey, ilk dəvət edəcəyin məsələ Allahı təkləşdirmək. Yəni buna olsun da ilk dəvət. Əgər onlar bunda sənə tabe olsalar, bunda sənə itaat etsələr, o zaman onlara gün ərzində 5 vaxt namaz qılmağın fərz olduğunu onlara bildir. Onlara öyrət ki, onlara gün ərzində 5 vaxt namaz qılmaq vacibdir, fərzdir. Əgər onlar bunda da sənə itaat etsələr, onlara bildir ki, Allah subhanahu taala onların üzərinə sədəqə, yəni burada sədəqədən qəsd inşallah deyil, yəni zəkatı vacib etmişdir, fərz etmişdir. Hansı ki, onların varlılarından götürülür və kasıblarına paylanır. Əgər onlar bunda da sənə itaat etsələr, o zaman onların mallarının ən dəyərlisini, ən yaxşısını götürmə və məzlumun duasından qorx, məzlumun duasından həzər et. Həqiqətən o məzlumun duası ilə Allah arasında heç bir maniyə yoxdur, heç bir pərdə, heç bir maniyə yoxdur. Və sonra başqa hədisdə, yəni Buxari Müslim hədisi rivayət etmişdir və bu ikisinin yenə hədisində Səhl ibn Sa'd radiyallahu anhu enne Resulullah sallallahu aleyhi və səlləm قال يوم خيبر لأعطين الراية غدا رجلا يحب الله ورسوله ويحبه الله ورسوله يفتح الله على يديه فبات الناس يدركون ليلتهم أيهم يعطاها فلما أصبحوا غدوا على رسول الله صلى الله عليه وسلم كلهم يرجو أن يعطاها فقال أين علي بن أبي طالب فقيل هو يشتكي عينيه فأرسلوا إليه فأتي به فبصق في عينيه ودعا له فبرأ كأن لم يكن به وجع فأعطاه الراية فقال انفض على رسلك حتى تنزل بساحتهم ثم ادعهم إلى الإسلام وأخبرهم بما يجب عليهم من حق الله تعالى فيه فوالله لأن يهدي الله بك رجلا واحدا خير لك من حمر النعم. يدركون أي يخوضون.
Və sonra bu hədisdə Səhl ibn Səad radiyallahu anhın hədisində Allah Resulü sallallahu aleyhi və səlləm Xeybər günü belə dedi. Sabah bayrağı elə bir kişiyə verəcəm ki, o Allahı və Rasulunu sevir. Və Allah və Rasulü də onu sevir. Allah və Rasulü də onu sevir. Və Allah onun əli ilə qələbə bəxş edəcəkdir. Və insanlar gecəni elə bir ki, bir mübahisədə keçirdilər. Elə bir ki, gecəni yəni, danışıq içərisində keçirdilər ki, görəsən yəni o kimdir? Yəni həmin o kəs kim olacaq? Yəni bayraq sabah kimə veriləcək? Və sonra onlar sabahladıqları zaman Allah Rasulunun sallallahu aleyhi və səlləmin yanına tələsdilər. Və onların hər birisi istəyirdi ki, bayraq ona verilsin. Və Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu ki, Əynə Ali ibn Əbi Talib. Əli ibn Əbi Talib hardadır? Ona deyildi ki, onun gözləri ağrıyır. Və onun dalınca adam göndərdilər və yəni, Əli radiyallahu anh gəlir və Allah Rasulü sallallahu aleyhi və səlləm onun gözlərinə tüpürür və onun üçün dua edir. Və o da sağalır. Hətta sanki onun gözlərində bu xəstəlik olmamış kimi. Və ona bayrağı verir. Və ona deyir ki, yəni onların yəni qalasının yanına in, yəni asta-asta ədəblə onların qalasının yanına in və sonra onları İslam'a dəvət et. Və onlara, yəni Allahın haqqın onlara, hansı ki, onların üzərində vacib olan Allahın haqqın onlara xəbər ver, onlara bildir. Vallahi deyir, yəni sənin əlinlə bir kişinin hidayət olunması sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir. Yəni, həmin o bahalı dəvələrdən daha xeyirlidir. Burada yadokun, yaxudun, yəni gecəni elə bir şey danışıqda keçirdirlər, bir-biri ilə danışıqda keçirdirlər. Və barakallahu fikum, müəllif rahiməhullah burada fikir verirsə, Allah subhanahu sizlərə bərəkət versin, qardaşlar. Müəllif rahiməhullah tövhidi birinci başlayır. Və sonra tövhidin fəzilətin və sonra tövhidin daha xas fəzilətini gətirir. Yəni, hansı ki, yəni, tövhidi daha kamil şəkildə yerinə yetirənləri və sonra şirkdən qorxmağı gətirir. Və sonra şirkdən qorxmağı gətirir. Yəni, tövhidi bildin, tövhidə əməl etdin, tövhidi kamilləşdirdin, sən şirkdən qorxmalısan. Bundan öncəki bab. Şirkdən qorxmalısan. Barakallahu fikum. Və şirkdən qorxmaq da nədir? Şirkdən bundan sonra da bunu gətirir. Bundan sonra da bu babı gətirir ki, nədir? Yəni bunlar, yəni şirkdən qorxduqdan sonra, şirki öyrənib ondan çəkindikdən sonra nə etməlisən? Artıq yəni həmin bu tövhidə dəvət etməlisən. Yəni müəllif rahmetullahın yəni diqqətindən, müəllif rahmetullahın elmi üslubunun gözəlliyindən xəbər verir ki, yəni həmin bu babları bir-birinin ardınca gətirməsi, Barakallahu fikum. Və həqiqətən də Allah subhanahu ta'ala dininə dəvət etmək, Allah subhanahu ta'ala dininə dəvət etmək, yəni ən şərəfli işlərdən biridir. Ən şərəfli işlərdən biridir. Barakallahu fikum. Hansı ki, Allah subhanahu ta'ala öz nəbisinin nə deyir? Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّث. Amma Rəbbinin nemətləri haqqında danış. Rəbbinin nemətləri haqqında danış. Yəni Rəbbinin sənə verdiyi risaləti təbliğ et. Rəbbinin sənə göndərdiyi risaləti təbliğ et. Bu nədir? Ey Peyğəmbərim, sənə göndərdiyim risaləti təbliğ et. Yəni bu risalət Allah subhanahu ta'alanın bir nemətidir, Muhammed sallallahu aleyhi ve sellem verdiyi və deyir bunu təbliğ et. Və bu xas olaraq Muhammed sallallahu aleyhi ve sellem əmirdə və ümumən də Muhammed sallallahu aleyhi ve sellemin ümmətinə. Yəni nemət haqqında danışmaq, yəni Allah subhanahu wa ta'alanın dinini dəvət etmək. Allah subhanahu wa ta'alanın dininə yaymaq və ən üstündə nədir? Hansı ki, bunsuz heç bir əməl qəbul deyil. Bu olmasa heç bir əməl, yəni nədir? Bu olmasa heç bir əməlin faydası yoxdur. O da hansıdır? Barakallahu fikum. Tövhid, yəni Allah subhanahu wa ta'alanın təkliyinə dəvət et. Allah subhanahu wa ta'alanın təkliyinə dəvət et. Və həqiqətən dəvət böyük bir əməldir, qardaşlar. Və çox təəssüflər olsun ki, bu günümüzdə yəni biz dəvətdən dayanmışıq. Yəni dəvətdə zəifləmiş. Yəni qardaşlar görsən nədir? Əvvəlki kimi dəvətdə daha fəal deyirlər.
Təbii ki, buna çox fitnələr, çox yəni səbəblər var. Fitnələr var. Allah Subhanahu taala hamımıza yardım etsin. Amma nə etmək lazımdır? Barakallahu fikum. Yəni Allah Subhanahu taalanın dininə yardım etmək lazımdır. Dininə kömək etmək lazımdır və hər bir kəs dəvətçi olmalıdır. Hər bir kəs dəvət etməlidir. Hər bir kəs dəvət etməlidir. Hətta subhanallah qardaşlar qardaşların danışıqları deyirdilər ki, o vaxt yəni hətta Əbu Bakır məscidinin vaxtında deyirdilər ki, biz deyir, yəni otururduq bir-birimizə deyirdik ki, yəni qohum-əqrabadan kimi dəvət etmirsən. Yəni bu cür bir-birimizdən deyir soruşurduq. Bu cür bir-birimizdən yəni hal-əhval tuturduq. Yəni biz görüşəndə deyir, necə sən nə var, nə yox, iş güc nətərdir? Biz deyir görüşəndə deyir o vaxtı deyir dəvətin tərkib. Yəni qohum-əqrabadan kimləri dəvət eləmisən? Yəni neçə adam dəvət eləmisən? Yəni kimlərə təvhidi başa salmısan, öyrətmisən deyir subhanallah. Bu da nədir? Bu da nədir? Allah Subhanahu taalanın dininin dəvət etməyə həris olmalıdır. Barakallahu fikum. Və həqiqətən də Allah Subhanahu taalanın dininə dəvət etmək böyük əməldir. Allah Subhanahu taalanın dininə dəvət etmək böyük əməldir. Necə ki İbn Teymiyyə rahimehullah deyir ki: "Və a'zamu ma ubidallahu bihi nasihatu xalqihi." Həqiqətən də Allaha olunmuş ən böyük ibadət onun yaratdıqlarına nəsihət etməkdir. Yəni onun yaratdıqlarını dəvət etmək, onun yaratdıqlarına insanlara haqqı çatdırmaq. Və haqqını yəni ən qabaqda gedən nədir? Təvhidi öyrətmək, insanlara təvhidi çatdırmaq, insanlara təvhidi öyrətmək. Və həqiqətən də günümüzdə baxsan nədir? Yəni xüsusən də sosial şəbəkələrdə və yaxud da digər yəni rafizlər olsun, xüsusən ateistlər olsun, yəni dinsizlər olsun, özlərinə Quranı adı deyib Qurandan və sünnədən uzaq olanlar olsun. Yəni at oynadılar. Yəni nə edirlər? Yəni gecə-gündüz sosial şəbəkələrdə və baxırsan ki, nə edirlər? Yəni gecə-gündüz dəvət edirlər. Hansı ki batıl üzərindədirlər subhanallah. Hansı ki batıl üzərindədirlər. Və yəni Allah Subhanahu taalanın kitabı, onun Rasuluna Allah Subhanahu taalanın kitabına, onun Rasuluna sələfin yolu ilə tabe olmaq haqq üzərində olduğu halda nə deyir? Görürsən ki, qardaşlarda dəvətdə zəifçilik var. Hansı ki bizim hər birimiz dəvətçi olmalıyıq. Və hər birimiz şərt deyil, yəni nədir? Çıxıb YouTube'da danışmaq şərt deyil, çıxıb YouTube'da danışasan və yaxud da şərt deyil ki, nədir? Hər hansısa bir sosial şəbəkədə çıxıb danışasan. Bir dənə qohuma gedəndə nədir? Allah Subhanahu taalanın dinindən danış. Yəni qohumu evinə gedəndə və yaxud da ailədə oturanda ən birinci övladlara başlamaq. Bundan öncəki hədisdə keçdi ki, nə deyə barakallah, öncəki fəsildə İbrahim əleyhissalamın duası nə idi? "Vəcnubni və bəniyyə ən na'budəl asnam." İbrahim əleyhissalam Allah Subhanahu taala istəyirdi ki, məni və övladlarımı bütlərə tapınmaqdan qoru. İbrahim əleyhissalam İmamul Muvahhidin, yəni muvahhidlərin, təvhid əhlinin imamı. Nə deyirdi? Ey Rəbbim, məni və övladlarımı. Bax, övladların yadından çıxarmadı. Yəni İbrahim əleyhissalam Allahın xəlili, Allahın dostu. Allahdan ona vəhiy gəlirdi. Yəni övladları üçün nə istədi? Ən xeyirlisini istədi. Övladları üçün ən xeyirlisini istədi. O da nə idi? Bütlərdə tapınmaqdan uzaq olmaq. Yəni əgər hər hansı bir insan, hər hansı bir müsəlman, hər hansı bir təvhid əhli öz övladına xeyir istəyirsə, hansı ki bunu hamımız istəyirik. Görsən, nə edirik? Müəyyən məşğələlərə qoyuruq. Neynəsin? Müəyyən misalsın oxusun, müəyyən institutda qəbul olsun, müəyyən yerlərə çatsın, müəyyən vəzifələr tutsun. Bunu nə üçün istəyirik? Onun xeyri üçün istəyirik. Amma vallahi billahi onun üçün istəyəcəyimiz ən böyük xeyir Allah Subhanahu taala dinini öyrənməsidir. Allah Subhanahu taala dininə doğru düzgün əməl etməsidir. Allah Subhanahu taalaya tabe olmasıdır. Allah və Rasuluna tabe olmasıdır və xüsusilə də təvhidi öyrənməsi və ona əməl etməsidir. Yəni bütün dünyanı ona verməyimiz, əgər bunu bacarsaq, övladımıza bütün dünyanı versək belə, ona nə deyir? Təvhidi ona öyrətməyimiz həmin o dünyanı ona verməyimizdən daha üstün biridir. Daha nə deyir? Fəzilətidir, daha böyükdür. Və onun üçün də ən birincili öz övladlarımızdan gözəl şəkildə, öz ailəmizdən gözəl şəkildə başlamalıyıq. Və sonra qohumdan, əqrabadan, qonşudan gözəl şəkildə sayacaq barakallahu fikum, yəni dəvətdə necə olmaq lazımdır. Dəvətdə qardaşlar, Allah sizə bərəkət versin. Dəvətdə bax, bunu biz ayrıca xüsusi olaraq dərs olaraq götürmüşük. Burada qısa olaraq qeyd ediləcək barakallahu fikum. Dəvətdə ən birincisi, yəni bu 5 şeyə elə bir ki, diqqət yetirmək lazımdır. Dəvətdə bu 5 şeyə diqqət yetirmək lazımdır. Birincisi, ən təkuna alimən. Birincisi, bilməlisən. Yəni, nəyə çağırırsan bilməlisən. Yəni, təvhidə çağırırsan, birinci özün təvhiddən xəbərin olmalıdır.
Allah Subhanahu taala deyir, Buxari Rəhməhullah Bab Asır kitabında ki, elm sözdən və əməldən öncədir. Və Allah Subhanahu taala bu ayəsini gətirir ki, fə'ləm ənəhu la ilahə illallah. Bil ki, Allahdan başqa haqq ilah yoxdur. Birinci bilməlisən. Və Allah Subhanahu taala əmr edir ki, bil ki, yəni birinci elmin olmalı. Yəni təvhidi öyrənməlisən. Təvhid nədir? Yəni biz təvhid deyiləndə nə başa düşülür? Necə onu insanlara necə öyrətməli və həmçinin insanlara necə çatdırmalıyıq, necə eləməliyik anlasın. Birinci sən özün bilməlisən. Birinci ən təkunu alimən, birinci bilməlisən. İkincisi ən təkunu rahimən. İkincisi rəhimli olmalısan. Subhanallah. Allah Subhanahu taala nə deyir? Muhammed sallallahu əleyhi və səlləmə biz səni aləmlərə rəhmət olaraq göndərdik. Biz səni aləmlərə rəhmət olaraq göndərdik. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm aləmlərə rəhmət olaraq gəlib. Və biz də onun ümməti. Biz də onun ümmətindədir, insanlara qarşı və ümumən Allah Subhanahu taalanın yaratdıqlarına qarşı rəhimli olmalı. Yəni bu nədir? Bu İslam dininin nədir? Gözəlliklərindən və xüsusən də nədir? Dəvət, yəni dəvət rəhmə, yəni rəhm üzərində qurulur. Barakallahu fikum. Allah Subhanahu taala sizlərə bərəkət versin. Hansı ki Allah Resulü, yəni sallallahu aleyhi və səlləm bu hədisin daim göz önündə tutmaq lazımdır. Hansı ki Allah Resulü sallallahu aleyhi və səlləm Davus qəbiləsini dəvət etdikdə onlar birinci dəfə üz çevirirlər. Allah Resulü sallallahu aleyhi və səlləm nə edir? Onlar üçün bəddua edir. Yox, deyir ki, Allah Resulü deyir ki, sallallahu aleyhi və səlləm Allahümmə hdi Davsən və ati bihim. Allahım Davus qəbiləsinə hidayət ver və onları gətir. Onları geri qaytar. Yəni bizi birini dəvət eləyəndə nə deyir? Görsən, cavab verməyəndə buna bax, daha az qalır ki, ağzımızdan çıxar deyə, Allah qorusun. Yəni insanların dəvət etməyə sadəcə çatdırmaqdır və həmin insana qarşı rəhimli olmaqdır və həmin insana gözəl şəkildə çatdırmaqdır. Və ümumən Allahın yaratdıqlarına qarşı rəhimli olmaq. Allahın yaratdıqlarına qarşı rəhimli olmaq. Və sonra üçüncüsü, barakallahu fikum, üçüncüsü ən təkunə həkimə. Hikmətli olmaq. Yəni insanları dəvət etdiyin zaman hikmətli olmaq. Uşağı dəvət etdiyin zaman uşaqla rəftar böyüklə olunan rəftar kimi deyil. Və yaxud da yəni elmli, yəni ziyalı, müəllim olan misalsın görürsən, təhsilli olan birisi ilə olan münasibət danışıq, fəhlə ilə, çobanla olan birisi ilə danışıq, nədir? Eyni formada deyil. Yəni və yaxud da ateist birisi ilə nədir? Ateist birisi ilə ateist birisini dəvət etmək, rafizi olan birisini dəvət etməklə eyni deyil anlansın. Məsələn, rafiziyə belə baxanda, məsələn, ən birinci şirkdən, ondan sonra sahabələrin fəzilətini başa salmaq bu şeylərdən. Ateist birisi isə nədir? Quranda hansı ki ayədə keçir, Tur surası səhv etmirəmsə, məyər onlar heç bir şeydən mi yaranıblar? Zaten nədir? Rafizi bunu təsdiqləyir. Yəni rafizi nədir? Allahı peyğəmbər təsdiqləyir. Yəni rafiziyə Allahın var olmağından danışmırsan. Çünki rafizi zaten yəni nədir? Allahın varlığını təsdiqləyir, peyğəmbəri təsdiqləyir. Onu yəni Allaha şərik qoşmaqdan. Amma ateist nədir? Ateist ümumən nədir? Allahı inkar edir. Ondan isə nədir? Allah Subhanahu taala. Yəni heç bir şeydən mi yaratmısan? Yoxsa sən mi yaradan? Yəni hər kəsin özünə uyğun nədir? Dəvət forması. Hər kəsin özünə uyğun dəvət forması. Yəni dəvətdə hikmətli olmaq lazımdır. Barakallahu fikum. Dəvətdə hikmətli olmaq lazımdır. Və dördüncüsü daha doğrusu, birincisi elmli olmaq, ikincisi rəhimli olmaq, üçüncüsü hikmətli olmaq, dördüncüsü ən təkunə kərimə, səxavətli olmaq. Dördüncüsü səxavətli olmaq. Yəni, təvhidə dəvət edirsənsə, dəvətdə səxavətli olmalısan, hər bir şeydə. Həm vaxtında. Yəni, təvhidə dəvət edərkən, bütün günü çalışırsan, işləyirsən, hər bir şeyi, yəni, bütün işləri yola verirsən, artıq, misalsın, nədir, yatmağa gedirsən, deyirsən ki, nəsə, görüm, təvhiddən nə öyrənə bilirəm və yaxud da kimi şey çatdıra bilirəm. Yox. Yəni, vaxtında təvhidə dəvət etməyə qarşı səxavətli olmalısan. Yəni, vaxtından təvhidə dəvət üçün səxavətlə istifadə etməlisən. Vaxtından çox istifadə etməlisən təvhidə dəvət etmək üçün. Həm öyrənmək üçün, vaxtından nədir, səxavətli olmalısan təvhidə dəvət etməkdə. Həm insanlara çatdırmaq üçün vaxtında səxavətli olmalısan. Və eləcə malında insan, malı varsa, mal dövləti varsa nədir, səxavətli olmalıdır. Allah Subhanahu taalanın dininə dəvət etməkdə səxavətli olmalıdır. Barakallahu fikum. Və beşinci də nə oldu? Beşinci də ən təkunə səlimə. Səlim, qəlb səlim olmalıdır. Qəlb sağlam olmalıdır, subhanallah. Qəlb sağlam olmalıdır. Yəni, sən dəvət edirsən, görürsən ki, sənin dəvəti hansısa bir kəs qəbul etmədi.
başqa bir qardaş onu dəvət etdi, qəbul etdisə, buna görə sən qəlbində sıxıntı duymamalısan. Buna baxın, mən dəvət edirəm, mən bir yağdan buna danışıram, mən qulaq asmır, filan kəs iki gəlmə söz dedi, onun şey oldu, onunla qəbul elədi. Əlhəmdülillah, o qəbul etsin. Yəni, məqsəd nə idi? Yəni, sənin də danışmağının məqsəd o insanın hidayət olunması idi. Və o qardaşın da danışmağında məqsəd həmin kəsin hidayət olunması idi. Hidayət hasıl oldu, olmadı. Oldu. Ha sən dəvət etdin, ha o birisi dəvət etdi. Nə fərq var subhanallah? Və həmçinin nəsihətdə, yəni görürsən qardaşlara nəsihət edən zaman. Yəni sən bilirsən ki, bu qardaş səndən nəsihəti qəbul etmir. Səndən nəsihəti eləmir, səndən qəbul etmir. Yəni məqsəd nədir? Məqsəd əsas o qardaşın nəsihəti qəbul etməsidir. Yəni sən dedin, başqa birisi dedi, nə fərqi var? Yəni başqa birisi yönəlt, nədir? Həmin qardaşa nəsihət etsin, ona dəvət etsin və qəlb sağlam olmalıdır. Və qəlb sağlam olmalıdır ki, Allah Subhanahu taala bizləri müvəffəq etsin. Yəni bu 5 qayda. Birincisi deyir ki, bilməlidir, ən təkuna alimən, yəni bilməlisən, dəvət etdiyin şeyi bilməlisən, bilmədiyin şey, indi ayələr də gələcək, o haqda oxuduğumuz ayələr, barakallahu fikum. Yəni, dəvət etdiyin şeyi bilməlisən, təvhidə dəvət edirsən, təvhidi bilməlisən, sünnəyə dəvət edirsən, sünnəni bilməlisən, namazı dəvət edirsən, namazı bilməlisən, orucu tutmağa dəvət edirsən, orucu bilməlisən. Aydınlı qardaşlar, Allah sizə bərəkət versin. Birinci, ən təkuna alimən, birinci özün bilməlisən, ikincisi, ən təkuna rahimən, rəhimli olmalısan. Allahın yaratdıqlarına qarşı rəhimli olmalısan. Burada bir şey yadından çıxdı, rəhimli olmaqda şeyh gətirir. Orada İbn Teymiyyə rahiməhullahdan, yəni insanlara, Allahın yaratdıqlarına bu iki gözlə baxmaq. Bir, şəri gözlə, bir də qədəri gözlə. Yəni şəri gözlə nədir? Şəri gözlə, yəni o insan onun batilindən sənin razı olduğunu yəni bilməməlidir. Yəni o elə başa düşməlidir ki, məsəl üçün bir insanı dəvət edərkən tutaq ki, hər hansı bir insan, məsəl üçün tutaq ki, şiədir, rafizdir, hə? Yəni sən o elə başa düşməməlidir ki, sən onun əqidəsindən razısan. Yox, onu bilməlidir ki, sən sahabələri söyməyə nifrət edirsən. Yəni sahabələri söymək olmaz. Allaha şirk qoşmaq olmaz. Sən bunu nifrət edirsən. Yəni o bunları səndə bilməlidir. Amma bir də var qədəri göz. Qədəri göz nədir? Yəni sən onlara rəhimlə yanaşmalısan. Onlara rəhm gözü ilə baxıb, yəni onları həmin bataqlıqdan çıxartmağa çalışmalısan. Yəni onların batillərinə razı olmaq yox, barakallahu fikum. Yəni onlar batillərinə razı olmaq yox. Yəni onların batillərindən uzaq durmaq, yəni onların etdikləri əməlin batil olduğunu bildirmək. Amma nədir? Yəni onlarla dəvətdə xüsusilə mülayim olmaq, rəhimli olaraq nədir? Rəhm gözü ilə onlara baxaraq onları Allaha şirk qoşmamağa və Allahın dininə doğru düzgün şəkildə əməl etməyə, dəvət etməyə olmalıdır. Allah Subhanahu taala sizlərə bərəkət versin. Deməli, birinci bilmək, ikinci rəhimli olmaq, üçüncü hikmətli olmaq, dördüncü səxavətli olmaq və beşinci də sağlam olmaq, qəlb sağlam olmalıdır, qardaşlar. Yəni, bir dəvətçi başqa dəvətçiyə qarşı qəlbində kin güdməməlidir. Mənim dərsimə bir nəfər gəlir, onun dərsinə 100 nəfər gedir. Mən gecəmi gündüzümü sərf eləmişəm, Allah həmsin olsun, nə var ki? Allah Rasulü kesin dərslərdə keçdi. Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, yəni, Peyğəmbər olacaq ki, onunla bir nəfər, Peyğəmbər olacaq ki, yanında adam olmayacaq. Hə, nə olsun ki? Yəni, nədir? Yəni, nə mənada nə olsun? Yəni, onlar haqqı çatdırıblar, onlar əcizlərin qazanıblar, mükafatların qazanıblar. Yəni, qəbul etməyiblər. Eləcə də sən. O bir nəfər əsas nədir? Əsas səndən nədir? Dəvət etməyə, haqqı çatdırmaqdır. Allah Subhanahu taala bizləri müvəffəq etsin. Sonra müəllif rəhməhullah burada bu ayəni gətirir, oxuduğumuz Qul hadihi sabili ad'u ilallah ala basiratin ana və men ittabani. De, bu mənim yolumdur. Allaha dəvət edirəm. İlm üzərində, bəsirət üzərində. Mən və mənə tabi olanlar. Mən və mənə tabi olanlar Allaha dəvət edir. Burada yəni qul kimədir, xitab kimədir burada? Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Yəni Allah Subhanahu taala xitab olaraq deyir ki, ey Peyğəmbərim, de, bu mənim yolumdur. Bu mənim yolumdur. Yəni səbil, yəni yol anlasından. Mənhəc yol. Barakallahu fikum. Bu mənim yolumdur və mən Allaha dəvət edirəm. Allaha dəvət edirəm. Bax, burada nə deyir? Burada birinci məsələ, bu mənim yolumdur, mən əd'u ilallah, Allaha dəvət edirəm. Burada birinci ixlas var. Yəni, dəvət etdiyimiz zaman, bu
bu ayəni gözümüzün qabağında, xüsusilə bu kəlməni ki, yəni nəfsimə yox, atama yox, nə bilim babama yox, cəmaətimə yox, hizbimə yox, filan şeyximə yox, kimlərəsə yox, Allaha dəvət edirəm. Qul hadihi səbili əd'u ilallah. Bu nədir? Bu ixlasdır. Burada ixlas, burada ixlas var. Allaha dəvət edirəm. Yəni öz nəfsimə çağırmıram. Mənim başımda insanlar çox olsun deyə buna dəvət etmirəm. Yox, mənim dəvətim Allahadır. Qul hadihi səbili əd'u ilallah. Və həqiqətən də yəni Allaha dəvət etmək ən gözəl əməllərdəndir. Necə ki, qabaqda bunu qeyd edildi. Həmçinin Allah Subhanahu buyurur ki: "Və men əhsanu qawlan mimmen da'a ilallah və amila salihan." Deyir, yəni o kəsdən daha gözəl sözlü kim ola bilər ki, yəni o Allaha dəvət edir. Allaha dəvət edəndən daha gözəl sözlü, daha gözəl danışıqlı kim ola bilər? Və salih əməl işləyənlər. Yəni Allaha dəvət etməkdən, Allah Subhanahu buyurur, Allaha dəvət etməkdən daha gözəl sözlü kim ola bilər? Allah Subhanahu Taala'nın bu ayəsi. Burada deyir ki, nədir? Burada birincidə ixlas var. Əd'u ilallah, Allaha dəvət edirəm. Və ikincisi nədir? Alə basira. Alə, yəni bəsirət üzərində, yəni alimlər buna bir çox şərh vermişlər. Bəziləri demişlər ki, yəni yəqinlik üzərində, yəqin üzərində, sabit olaraq yəqinlik üzərində və bəziləri demişlər ki, yəni dəlil üzərində, hüccət üzərində və bəziləri demişlər ki, yəni elm üzərində. Və bəziləri demişlər ki, yəni nədir? Bəsirət elmdən daha üstündür. Yəni qəlbin bəsirətidir. Bizdə bəsirət gözü deyirlər. Bizdə də var, anlansın, dilimizdə var. Bəsirət gözü. Məsəl üçün, biri var gözün görməsi, bir var qəlbin bəsirət gözü. Bu alimlər demişlər ki, onun nədir? Elmdən daha üstün bəsirət gözü. Bunlar hamısı nədir? Bu söz haqqında demişlər. Burada nəyə işarə var? Alə basira, yəni Allah Rasulü, yəni elm üzərində. Allah Subhanahu Taala'nın elmi üzərində. Allah Subhanahu Taala'nın göndərdiyi şəriət üzərində. Yəni ixlaslı olaraq və şəriət üzərində. Yəni Allah Rasuluna sallallahu aleyhi və səlləmə tabi olaraq. Yəni Allah Rasulunun sallallahu aleyhi və səlləmə sünnəsinə tabi olaraq. Yəni bir, bəsirət üzərində, yəni elm hansı elm? Yəni Allah Subhanahu Taala'nın şəriəti üzərində. Allah Subhanahu Taala'nın göndərdiyi elm üzərində. Allah Subhanahu Taala'nın şəriəti üzərində nədir? Dəvət edirəm. Burada da baxın qardaşlar, dəvət nədir? Dəvət ibadətdir. Və həm burada yəni ixlasa və tabiçiliyə işarə var anlansın. Burada həm ixlas var, həm tabiçilik var. Yəni dəvətdə də birinci ixlaslı olmaq lazımdır, ikincisi də Allah Rasuluna sallallahu aleyhi və səlləmə tabi olmaq lazımdır. Allah Rasuluna sallallahu aleyhi və səlləmə tabi olmaq lazımdır. Və Allah sizə bərəkət versin qardaşlar, barakallahu fikum. Görürsən günümüzdə insanlar, məsəl üçün bir video rolik, video çarx düzəldir, Allahın ayəsini paylaşır və yaxud da görürsən hansısa tələbənin bir qısa səs yazısını paylaşır, bir qısa videosunu paylaşır və yaxud da bir şeyxin, alimlərdən birinin qısa videosunu paylaşır və arxa fonda musiqi verir. Bu cür dəvət yoxdur qardaşlar, yəni bu batil dəvətdir, Allah qorusun. Yəni çünki Allah Rasulü sallallahu aleyhi və səlləm musiqi ilə dəvət edilmir, etməyib. Allah Rasulü sallallahu aleyhi ve sellem musiqi ilə dəvət etməyib. Ona görə dəvət də və yaxud da görürsən, misal üçün nədir? Bəziləri, yəni xüsusən də bidət firqələrində musiqi ilə dəvət etmək. Görürsən, danışır, yəni hansısa bir şeyxləri və yaxud da filan danışır və qıraqda nədir? Musiqi səsi gəlir. Qıraqda nədir? Görürsən, arxa fonda və yaxud da nədir? Yanında musiqi nidaları, musiqi səsi gəlir. Bu nədir? Bu dəvət batil. Bu batil dəvətdir. Bu dəvət batil dəvətdir. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləm musiqi ilə dəvət etməmişdir. Və hətta İbn Teymiyyə rahimehullah'a sual verirlər ki, bir kişidir və bir toplumu dəvət etmək istəyir. Həmin toplumda, yəni belə deyək də, çox fasik bir toplumdur. İçərisində yol kəsən var, quldur var, nədir, oğrular var. Yəni çox fasik bir toplumdur. Onların yığışdığı bir meyxana var. Yəni bir meyxana yeri var, ora yığılışırlar. Və həmin bu şeyx heç bir musiqi aləti olmadan dəf
dəfnən və haram sözlərdən istifadə etmədən icazəli şeirdən istifadə edərək onları dəvət edir və onlardan çoxsa hidayət olunur. Və deyir, bunları dəvət etməyən başqa yolda yoxdur, deyir. Bu cür dəvət etmək olarmı? İbn Teymiyyə rahmeullah orada Allaha və Rasuluna sallallahu aleyhi və səlləmə tabiçiliyin vacib olduğu ayələri, hədisləri gətirdikdən sonra deyir ki, yəni, o demək ki, onlara dəvət etməyin başqa yolu yoxdur, bu deyir, doğru düzgün deyil. Çünki onlara dəvət etməyin yolu var, başqa yolu var. Sadəcə həmin şeyx o yoldan cahildir. Həmin şeyxin o yoldan xəbəri yoxdur. Çünki Allah Rasulü sallallahu aleyhi və səlləm onlardan daha betər qövmə gəlmişdi və nə deyir, onları dəvət etmişdi və onları bu cür üslubdan istifadə etməmişdi. Dəvətində bu cür üslubdan istifadə etməmişdi. Hətta İbn Qayyim rahimehullah deyir ki, وَلَوْ سَلَّكُ الدُّعَاةُ إِلَى اللّٰهِ الْمَسْلَكَ الَّذِي دَعَا اللّٰهُ وَرَسُولُهُ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ بِهِ إِلَيْهِ لَصَلُحَ الْعَالَمُ صَلَاحًا لَا فَسَدَ مَعَهُ. İbn Qayyim rahimehullah deyir ki, əgər deyir dəvətçilər Allaha dəvətlərində Allahın və Rasulunun qoyduğu yolla geçsələr, yəni Allahın və Rasulunun dəvət üçün açdığı o cığırla geçsələr, deyir, bütün aləm deyir, islah olar, yəni hansı ki, yəni heç bir fəsad olmadan, heç bir qarşılığı olmadan, nə deyir, bütün aləm islah olmuş olar, salih olmuş olar, islah olmuş olar. Bu da nədir? Bu da onu göstərir ki, yəni görürsən, insanlar nə deyir, dəvətdə Allah Rasuluna sallallahu aleyhi və səlləmə qayıdmırlar. Və yaxud da Allah subhanə teala'nın kitabına qayıdmırlar. Hansı ki, Allah subhanə teala Quran-ı Kərimdə buyurur, yəni Rəbbinin yoluna hikmətlə və gözəl moizə ilə dəvət et. Hikmətlə və gözəl moizə ilə dəvət et. Yəni dəvətdə, yəni nə deyir, dəvətdə yumuşaq olmaq lazımdır, dəvətdə rəhimli olmaq lazımdır. Belə qarşıda keçdiyimiz kimi. Hətta Şeyx Alban Rahimahullahın bir sözü var, deyir, haqqı qəbul etmək zaten çətindir. Yəni bir insana həqiqətən ki, özümüzdə də olur, görürsən ki, bir şeydə səhv olursan, sənə haqq deyildikdə, yəni nəfs sanki qəbul etmək istəmir, haqq nəfsi ağır gəlir. Haqq deyir, özü özlüyündə ağırdır. Və siz də deyir, onu ağır üslub əlavə edib insanları yeritməyin, insanlara ötürməyin. Yəni insanları dəvət edərkən gözəl şəkildə, doğru, düzgün şəkildə, yəni mülayim şəkildə insanları dəvət edin. Mülayim şəkildə insanları dəvət edin. Və həmin bu, yəni, o alə bəsirət üzərində Rəbbimə dəvət edirəm, yəni elm üzərində, haqq üzərində, yəni bu o deməkdir ki, yəni dəvət kiminsə nədir? Bu Allah subhanahu wa ta'ala dinidir, şəriətidir. Həri öz ağlına görə nədir? Bir yol tutub, bir şey tutub gedə bilməz. Burada da həmin bu ibadətdə də, dəvət ibadətində də Allah subhanahu wa ta'alaya Allahın və Rasulunun sallallahu aleyhi və səlləmin buyurduğu kimi dəvət etməyə lazımdır. Və sonra müəllif rahmeullah gətirir həmin ayənin davamı və subhanallah və ənə və mənət və əd'u ilallah alə basiratin ənə və mənittəbə'ni və mənə tabi olanlar. Yəni mənə tabi olanlar da bu cür dəvət edirlər. İxlasla, elm üzərində, yəni şəriət üzərində mənə tabi olanlar bu cür dəvət edirlər. Deməli, yəni bir qul dəvətində ixlaslı və Allah Rasuluna sallallahu aleyhi ve sellem tabi olmursa, deməli nə deyir? Allah Rasuluna sallallahu aleyhi ve sellem dediyi o dəvətçilərdən deyir. Yəni mənə tabi olmur. Yəni Allah Rasuluna sallallahu aleyhi ve sellem tabi olmuş olmur həmin kəs. Ona görə də dəvətdə də nə deyir, ixlasdır və Allah Rasuluna sallallahu aleyhi və səlləmə tabi olmaq lazımdır. Və sonra buyurur ki, və subhanallahi və mə ənə minəl müşrikin və deyir, Allah paşdır, müqəddəsdir, nöqsansızdır, eyibsizdir və mən deyir, şirk qoşanlardan deyiləm, müşriklərdən, şirk qoşanlardan deyiləm. Və burada neyinir? Burada Allah subhanahu ta'alanı nöqsanlardan uzaq tutur. Allah subhanahu ta'ala nöqsanlardan uzatma, yəni Allah subhanahu ta'ala ona şərik qoşulmasından uzaqdır, pakdır. Və deyir, mən deyir, müşriklərdən, şirk qoşanlardan deyiləm. Yəni həm şirkdən və onun əhlindən uzaqam. Və burada da nə var, qardaşlar, yəni bir insan, burada həm bu ayədən də fayda çıxmış olur ki, yəni insan şirk qoşması ilə, Allaha şirk qoşması ilə nə etmiş olur? Yəni Allah subhanahu ta'alanı eyiblərdən, naqislərdən uzaq tutmuş olmur. Yəni bir insan şirk qoşması ilə artıq nədir? Allaha eyiblər və naqisliklər ispat etmiş olur. Yəni bir insan
şirk qoşmasıyla, Allahdan qeyrisini çağırmasıyla, Allahdan hər hansı bir qeyrisini, istər həmin kəs vəli olsun, istər peyğəmbər olsun, istər mələk, salih insan olsun, nə olur olsun, onu çağırmasıyla artıq nədir? Artıq Allaha nədir? Naqislik isbat etmiş olur. Yəni sanki Allahın ona gücü yetmədiyi, nədir? Başqasını çağırmış olduğu, Allah qorusun. Və sonra burada və sonra İbn Abbas radiyallahu anhümanın hədisini gətirir burada. İbn Abbas radiyallahu anhümə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Muazı Yəmənə göndərdiyi zaman, ona deyir ki, sən deyir kitab əhlindən olan bir qövmün yanına getsin. Sən kitab əhlindən olan bir qövmün yanına getsin. Və burada, barakallahu fikum, burada orada iki dənə səhabə gəlir. Birincisi Muaz radiyallahu anh və sonra Əbu Musa el-Əşəri radiyallahu anhına. Allah Resulü sallallahu aleyhi və səlləm onları göndərdiyi zaman, yəni Yəmənə, onların ikisini də Yəmənə göndərir. Birin bir tərəfə, birin digər tərəfə. Və Allah Resulü sallallahu aleyhi və səlləm həmin o dəvətdə bax, onlara bu tövsiyəni edir ki, yuxarıdakı həmin o dəvətdə olan 5 qaydaya qayıdır. Bəşşira və lə tunəffira və yəssira və lə tuassir. Deyir ki, müjdələyin, nifrət etdirməyin. Bax, dəvətdə yenə Allah Resulü sallallahu aleyhi və səlləm Muazı və Əbu Musəni radiyallahu anhümə, Allah onların hər ikisindən razı olsun, onları Yəmənə göndərir və onlara deyir ki, bax, Yəmənə gedirsiniz. Kitab əhlindən olan bir qövmə gedirsiniz. Kitab əhlindən olan bir qövmə. Orada kitab əhli nədir? Yahudilər və xristiyanlar. Yahudilər, yəni orada və az bir miqdarda da orada kim var idi? Az bir miqdarda da orada yəni müşriklər vardı, yəni ərəb müşrikləri vardı və orada Yahudilər əsasən Tubbə əl-Əsxar adında bir padşahın əli ilə gəlmişdilər, Yahudilik ora. Xristiyanlıq isə yəni Həbəşlərdən, yəni Həbəşlə Yəmənin əlaqələri olduğuna görə Həbəşistandan ora nədir? Xristiyanlıq gəlmişdi. Və bütlərə ibadət edənlər də ayrıcı olaraq var idi orada. Və Allah Resulü sallallahu aleyhi və səlləm Muaz radiyallahu anh deyir ki, deyir, siz için Muazza və həmçinin Əbu Musa el-Əşariyə radiyallahu anhə, subhanallah. Yəni, bu söz, bu nəsiyyəti dəvətçilər göz önündə tutmalıdırlar. Allahu akbar. Deyir ki, müjdələyin, nifrət etdirməyin. Dəvətdə, bax, müjdələyin, nifrət etdirməyin. Asanlaşdırın, çətinləşdirməyin. Bir-birinizə itaət edin, bir-birinizdən yola gedin və bir-birinizdən ixtilafa düşməyindir, subhanallah. Dəvətçilərin vəsfi. Çox təəssüflər olsun ki, günümüzdə görsən nədir? Dəvət edənlər, dəvətçilər nədir? Hansısa səbəblər ucbatından Allah subhanallah bizləri qorusun və sabit tələbələri qorusun, sabit etsin. Neynirlər? Başlayırlar ixtilaf etməyə. Hansı ki, heç bir səbəb olmadan, heç bir ixtilaf etməyə, heç bir önəmli bir səbəb olmadan ya iftira ataraq, ya böhtan ataraq, ya neyniyərək, yalan üzərində görürsən neynirlər, görürsən ki, böhtan, şər ataraq ixtilaflar törədilər. Hansı ki, Allah Resulü sallallahu aleyhi və səlləmin bu tövsiyəsi dəvətçilər nədir? Yəni, bunu bir düstur olaraq bu tövsiyəni Allah Resulü sallallahu aleyhi və səlləm bu tövsiyəsini ki, müjdələyin, nifrət etdirməyin. Asanlaşdırın, çətinləşdirməyin və bir-birinizə itaət edin və ixtilaf etməyin. Bu tövsiyəni dəvətçilər göz önündə tutmalıdırlar. Göz önündə tutmalıdırlar. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm Muaz radiyallahu anh etdiyi tövsiyədə deyir ki, sən deyir kitab əhlindən olan bir qövmə gedirsən. Və dediyimiz kimi kitab əhlindən yəni Yahudilər və xristiyanlar. Yahudilər dediyi Tubbə əl-Əsxar adlı padşahın əlindən gəlmişdi və xristiyanlar isə Həbəşlər tərəfindən. Burada da nədir? Burada da dediyimiz kimi elm, yəni burada da nədir? Hikmətli olmaq. Həmin o hikmətli olmağa qayıtmaq var ki, yəni nədir? Dəvət etdiyin kəslərin halını bilmək. Yəni dəvət etdiyin kəs Yahudidirsə, xristiyandirsə, onların özlərinə uyğun. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem ona başa salır ki, yəni bunlar kitab əhlidirlər, bunlara kitablar var, bunların kitabdan xəbərləri var. Bunlar Allahı tanıyırlar, yəni bunlar Allahı bilirlər. Nədir?
Bunların Allahdan xəbəri var, bunların kitabdan xəbəri var, bunların peyğəmbərlikdən xəbərləri var. Yəni onları dəvət etmək üslubundan nədir? Onları onların halına görə də dəvət edin. Və burada da yəni dəvətdə elmli olmaqdan məqsəd bir, dəvəti bilmək, yəni dəvət edəcəyin şeyi bilmək. İkincisi, dəvət etdiyin kəsin halını bilmək. Yəni, misal dəvətdə tövhidi dəvət edirsənsə, birinci tövhidi özün bilməyin. İkincisi də kimi dəvət edirsənsə, onun halını bilməyin. Aydın qardaşlar, barakallah fikum. Deməli, dəvətdə yəni məqsəd o, elmdən məqsəd, yəni bir etdiyin dəvət nəyi dəvət edirsənsə, onu özün bilməyin doğru düzgün şəkildə. Və ikincisi də qarşındakının halını bilməyin. Qarşındakının nədir, əhvalını bilməyin, halını bilməyin ki, hətta ona doğru düzgün şəkildə dəvət eləyəsən. Və necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm burada Muaz radiyallahu anhuya bunu deyir. Və sonra deyir ki, onları dəvət edəcəyin ən ilk şey, onları dəvət edəcəyin ilk şey Allahın təşriyinə. Onları dəvət edəcəyin ilk şey La ilahə illallaha şəhadətli etmələri. La ilahə illallaha şəhadət etmələri olsun. Və başqa rivayətlər gəlir ki, yəni Allahı təkləşdirmələri. Burada nədir? Burada, barakallahu fikum. Orada yəni həmin o kitab əhlinin Allahdan xəbəri var idi. Allahdan onların xəbəri var idilər. Yəni onlara kitablar gəlmişdi. Lakin Allah Rasulü sallallahu aleyhi və səlləm deyir, nədir? Onları dəvət edəcəyin ilk şey onların Allahı təkləşdirmələr olsun. Allahı təkləşdirmələr olsun. Yəni, onlar kitab əhli olsalar belə nədir? Onlar artıq şirkə düşmüşdülər. Onlar artıq nədir? Allahın dinindən uzaq düşmüşdülər. Yəni, Allahı təkləşdirməkdən uzaq düşmüşdülər. Onun üçün də görüm, yəni, ilk, yəni, burada ən birinci, həm bu hədisdə, yəni, məsələləri dəvətdə, yəni, ardıcıllıq, ən üstün olandan başlamaq, ən mühüm olandan başlamağa işarə var. Yəni, birinci, ən mühüm olan nədir? Tovhiddən başlamaq. Ən birinci, tovhiddən başlamaq. Yəni, görürsən, bir insan şirki olduğu halda, nədir? Ona zəkatdan və yaxud da başqa şeydən danışmırsan. Ona ən birinci tovhiddən, Allahı təkləşdirməkdən danışırsan. Çünki o, Allaha şirk qoşduğu halda bütün ibadətlər yerinə yetirsə belə, onun etməsindən, o ibadətlərindən nə fayda var? Heç bir fayda yoxdur. Allah subhanətə Allah qorusun. Onun üçün də ən önəmli bir insan əgər şirk qoşursa, ən birinci ona tovhiddən başlayırsan. Ən birinci ona tovhidi başa salırsan, tovhiddən başlayırsan. Və deyir ki, sonra deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, əgər onlar bunda sənə itaət etsələr, bunda sənə itaət etsələr, onları nədir? Namaza, yəni onlara əmr et ki, Allah subhanahu ta'ala onların üzərinə gün ərzində 5 vaxt namaz qılmağı fərz etmişdir. Onlara öyrət ki, onlara bildir ki, Allah subhanahu ta'ala onlara gün ərzində 5 vaxt namaz qılmağı fərz etmişdir. Bu da nədir? Namazın önəminə də dəlalət edir. Namazın önəminə dəlalət edir. Hansı ki, nədir? Yəni, tovhiddən sonra ən önəmli məsələ, ən üstün məsələ nədir? Qulun namaz qılmasıdır. Yəni, namaz qılmamaq digər günahların hamısından böyük günahdır ki, Allah subhanahu ta'ala bizləri və zürriyyətimizi qorusun. Yəni, ona görə də birinci qul, yəni ən birinci tovhiddən başlamalıdır. Və tovhid olduğundan sonra isə nədir? Yəni, həmin kəslərə Allah üçün namaz qılmaların əmr etmələri və onlara öyrətmələridir. Həmçinin Allah Rasulü sallallahu aleyhi və səlləm burada deyir, 5 vaxt namaz qılmaları. Buradan da həmçinin bu Muaz radiyallahu anh da göndərdiyi il, Allah daha doğrusunu bilir, hicrətin 10-cu ilində. Göndərmişdir, həmin Yemenə göndərdiyi zaman. Çünki yəni axır Muhammed sallallahu aleyhi ve sellem dünyasının dəyişinə yaxın vaxtlarda və
Bu da o dəlaş ki, bəzi görürsən vitrin vacib olduğunu deyənlər var. Buradan da dəlalət olaraq, istidlal olaraq çıxardır alimlər ki, nə deyir? Yəni Allah Resulü sallallahu aleyhi və səlləm orada deyir ki, onlara gün ərzində 5 vaxt namazın vacib olduğunu onlara bildir. Buradan da vitrin vacib olmadığı çıxır, ortaya çıxır. Barakallahu fikum. Onun üçün də və həmçinin yəni öz övladlarımıza, biz yəni öz övladlarımıza Tevhidi öyrətdiyimiz kimi namazda nə deyir? 7 yaşından namazı öz övladlarımıza öyrətməliyik. 7 yaşından necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurduğu kimi 7 yaşından namazı övladlarımıza sevdirməliyik və öyrətməliyik. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, əgər onlar bunda da sənə itaat etsələr, onlara Allahın onların üzərinə zəkat verməyə vacib etdiyini onlara bildir. Yəni onlara zəkatın onlara vacib olduğunu onlara bildir. Burada sədəqə keçir, yəni hədisdə sədəqə keçir. Orada da sədəqədən qəsd nədir? Yəni zəkat, vacib olan zəkat. Çünki sədəqə yəni ikidir. Bir var vacib olan sədəqə və bir də var müstəhəb olan sədəqə. Vacib olan sədəqə yəni zəkat. Və müstəhəb olan isə nədir? Yəni dediyimiz sədəqə, yəni məşhur olan, dilimizdə məşhur olan sədəqə, yəni insan müstəhəb olaraq öz malından Allah üçün xərcləməsi. Və ondan sonra deyir ki, hansı ki onların varlarından götürülür, kasıblarına paylanır. Varlarından götürülür, kasıblarına paylanır və burada da alimlər fayda olaraq gətirir ki, nədir? Həm zəkat deməli kimlərə vacibdir? Varlılara. Yəni deməli kasıblarda nədir? Zəkat olmur alınansın. Və həmçinin burada alimlər fayda olaraq çıxardılar ki, yəni zəkat hardan çıxırsa, yəni orada da paylanılır. Deyir, onların varlarından götürülüb kasıblarına paylamaq. Yəni bir kətdədir ki, zəkatı bir kətdə çıxardıb başqa kətdə paylamırsan. Məsələn, bu kətdə çıxardımsansa zəkatı ilə bu kətdə kasıblarını inirsən, paylayırsan. Barakallahu fikum. Həmçinin burada nədir? Fayda olaraq çıxır ki, kafirlərə zəkat verilmir. Həmçinin bu hədisdən kafirlərə zəkat düşmür. Yəni zəkat müsəlmanlara düşür. Ayədə keçən o bir istisna var, o başqa. Və deyir, onlar bunda da sənə itaat etsələr, yəni zəkat verməkdə də sənə itaat etsələr, onların mallarının ən yaxşısını götürməkdən çəkin. Yəni zəkat orada nədir? Bu zəkat yığanlara aiddir. Yəni onlar zəkat yığmağa gedirlər. Misal üçün qoyun və yaxud da digər cürbəcür mallardan, hansı ki o zəkat götürülən mallardan. Orada var, yəni yaxşısı olur, həmin o mal zəkat götürəcəyi malların, şeylərin yaxşıları olur, orta olur və bir də zəiflər olur, ən pislər olur. Və Allah Resulü sallallahu aleyhi və səlləm ki, onların mallarının ən yaxşısını, hansı ki sahibinə ən sevimlidir, onu götürmə deyir. Və deyir, onların mallarının ən yaxşısını götürmə. Yəni sahibi öz nəfsi ilə, öz xoşu ilə vermədikcə, onların mallarının ən yaxşısını götürmə deyir. Allah Resulü sallallahu aleyhi və səlləm. Və deyir ki, məzlumun duasından qorx, subhanallah. Məzlumun duasından qorx. Bunu kimə deyir Allah Resulü sallallahu aleyhi və səlləm? Muaz radiyallahu anh. Hansı ki Muaz'a deyirdi ki, Allah Resulü sallallahu aleyhi və səlləm, ey Muaz, mən səni sevirəm deyir. Yəni Muaz'a deyir, ey Muaz, mən səni sevirəm və deyir ki, məzlumun duasından qorx. Yəni sən övliya da olsan, nə də olsun, əgər kiməsə zülm etsin və o da əlin qaldırıb Allah subhanahu teala dua etsə, Allah qorusun. Yəni pərdə yoxdur. Arada heç bir maniyə yoxdur. Onun üçün, yəni, qardaşlar, barakallahu fikum. Başqa birinə zülm etməkdən nədir? Həzr etmək lazımdır, çəkinmək lazımdır. İstər dillə olsun, istər əllə olsun, istər hər hansı bir şeylə olsun. Yəni, istər misalsın, kiminsə yanında hörmətin olmaqla, kiminsə yanında hörmətin var, filan kəs işə düzəlmək istəyir, qoymursan, nədir? Qarşısını alsın. Yəni, bir misal olaraq, yəni, ümumən. Yəni, hər hansı bir şeydən istifadə edərək başqa birisinə zülm etməkdən çəkinmək lazımdır. Çünki məzlumun duası ilə Allah arasında heç bir maniyə yoxdur. Yəni, həmən qəbuldur dua. Subhanallah, həmən o dua qəbuldur. Və Allah Resulü sallallahu aleyhi və səlləm bu üç şeyin üzərində dayanır. Burada üç şey qeyd edilir. Bir, namaz qılmaq, zəkat vermək və birinci də tevhidə dəvət etmək, hansı ki, onsuz tevhidsiz heç bir əməl qəbul deyil. Və orucu və həcci isə zikr etmir. Və alimlər burada bir neçə söz demişlər, barakallahu fikum.
Bəziləri demişlər ki, yəni orucla həcc o vaxtda hələ fərz olunmamışdı, amma bu nədir? Bu zəif görüşdür. Çünki Muaz radiyallahu anh dedi ki, nədir? Axır vaxtda getmişdi. Yəni hicrətin 10-cu ilində getmişdir. Hansı ki, yəni o vaxta qədər artıq həcc də, oruc da nədir? Vacib idi. Barakallahu fikum. Və başqa görüşlər də söyləmişdir alimlər. Bəziləri demişlər ki, yəni oruc onun üçün deyilməmişdir. Çünki gizli ibadətdir. Və Allah Rasulü sallallahu aleyhi və səlləm yəni zahiri ibadətləri ancaq bildirmişdir və həmçində həcci demişlər. Çünki hər kəsə vacib deyil. Lakin bu da nədir? Bu da zəif görüşdür. Çünki zəkat da belə baxında hər kəsə vacib deyil. Amma nədir? Allah Rasulü sallallahu aleyhi və səlləm orada qeyd edir. Və ümumən bu iki şey, namazla zəkat, yəni ayələrdə, hədislərdə görürsən, daim yanaşı gəlirlər. Daim nədir? Ayələrdə və ya hədislərdə zəkat, namaz qılınan və zəkat verənlər, namaz qılanlar və sədəqə, yəni zəkat verənlər. Bu ikisi daimi yanaşı gəlirlər. Və burada yəni, alimlərdən bəziləri demişdir ki, və ən yaxın olan görüşlərdən də budur, bunlardır, barakallahu fikum. Deyir, çünki deyir, yəni tövhid, namaz və zəkat bunlar ən əzəmətli nədir? Vacib olan məsələlərdir. Ən əzəmətli vacib olan məsələlərdir. Və deyir, bu üçünə əməl eləyən üçün digərlərinə əməl eləmək daha asandır. Bir insan tövhidə əməl eləyərsə, tövhidi yerinə yetirərsə, namaz qılar, zəkat verərsə, o birisi əməlləri etmək onun üçün daha asandır. Orucu tutmaqda, həccə getməkdə onun üçün daha asan olmuş olur. Barakallahu fikum. Və həmçinin deyilmişdir ki, Muaz radiyallahu Rabiül əvvəl ayında göndərilmişdir və onunla Ramazan ayı arasında 5 ay var. 5 ay var və deyilmişdir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm yəni bunları axıra saxlamışdır ki, çünki onlar bunu qəbul etdikləri zaman artıq o 5 ay ərzində nədir? Onların qəlblərində nədir? Oruç tutmaq da, həcc etmək də nədir? Artıq oturuşmuş olacaqdır. Və sonra Səhl ibn Sə'd radiyallahu anh hədisi gəlir, hansı ki, orada Əli radiyallahu anh haqqında keçən hədis, Allah sizlərə bərəkət versin. Hansı ki, orada Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, sabah bayrağı elə bir kəsə verəcəm ki, o kişi, elə bir kişiyə verəcəm ki, o Allahı və Rasulunu sevir, Allah və Rasulü da onu sevir. O Allahı və Rasulunu sevir, Allah da onu sevir və Rasul da onu sevir. Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, sabah bayrağı elə bir kişiyə verəcəm ki, nədir? O Allahı və Rasulunu sevir, Allah və Rasul da onu sevir. Burada nədir? Burada sevginin hər iki tərəfə aid olduğunu. Nədir? Görürsən, bəziləri nədir? Allah subhanahu ta'ala sifətlərini inkar etdiklərində inkar edirlər. Amma burada nədir? Bu hədisdə açıq-aşkar dəlalət verir. O Allahı və Rasulunu sevir və Allah da onu sevir. Deməli, Allah subhanahu ta'ala nədir? Sevməyə sifəti var. Və Rasul da sallallahu aleyhi və səlləm onu sevir. Və o kəslərdən həqiqətən çox təəccüblü ki, görsən nədir? Allah subhanahu ta'ala sifətlərini inkar edirlər və bu sifətləri Allah subhanahu ta'aladan uzaq tuturlar. Hansı ki, nədir? Yəni, onların halı həqiqətən də çox təəccüblüdür. Həqiqətən də çox təəccüblüdür. Və Allah Rasulü sallallahu aleyhi və səlləm burada xəbər verir. Burada Allah Rasulü sallallahu aleyhi və səlləmin peyğəmbərliyinə bir dəlalət var, qardaşlar. Barakallahu fikum. Yəni nədir? Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, sabah deyir bayrağı bir kişiyə verəcəm. Allah onun əli ilə Xeybəri fəth eləyəcək. Yəni Allah onun əli ilə fəth eləyəcək. Onun əli ilə qala fəth olunacaq. Yəni orada Xeybər döyüşündə olurlar, Xeybər qalasında, Xeybər döyüşündə. O da nədir? Allah Rasulü sallallahu aleyhi və səlləmin peyğəmbərliyindən nədir? Dəlalət eləyən peyğəmbərliyinə dəlalət eləyən məsələlərdən biridir. Çünki Allah Rasulü sallallahu aleyhi və səlləm sabah fəth olacağını bildirir və həmin kişinin əli ilə fəth olacağını bildirir. Və həmçinin burada nədir?
İkincisi, Əli radiyallahu anh'ın nədir? Çağırması, Əli radiyallahu anh'a bayrağı verməsi, barakallahu fikum. Həmçinin orada onun üçün gözlərinə tüpürüb dua etməsi də bu da nədir? Peyğəmbərliyin əlamətlərindən, dəlillərindən biridir. Barakallahu fikum. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, sabah bayrağı bir kişiyə verəcəm və Allah onun əli ilə fəth eləyəcək. Allah onun əli ilə fəth nəsib edəcək. Və insanlar deyir gecəni söz-söhbət içərisində keçirdilər. İnsanlar gecəni təsəvvür et. Yəni hansı ki rəvayətlərdə gəlir, yəni ondan qabaq Əbubəkr radiyallahu yəni getmişdi, ala bilməmişdi. Ömər radiyallahu getmişdi, ala bilməmişdi. Həmin gün Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, sabah bayrağı bir kişiyə verəcəm, Allah onun əli ilə fəth nəsib edəcək. Və bütün sahabələr gecənin nədir? Söz-söhbət içərisində keçirdilər. Danışıqda keçirdilər. Görəsən həmin kəs kimdir? Sabah həmin o bayraq veriləcək kəs kimdir? Subhanallah. Təsəvvür üçün onlar yəni əmin idilər. Orada iki şey vermişdi, xəbər vermişdi Allah Resulü sallallahu əleyhi və səlləm. Bir kişiyə verəcəm, bir də fəth olacaq. Səhabələr fəth olmağını bilirdilər. Yəni artıq bilirdilər ki, sabah fəth olunacaq. Amma bu onlar üçün elə də önəmli deyildi. Nəinki o ikinci, daha doğrusu birincisi ki, o kişiyə verəcəm ki, o Allahı və Rasulunu sevir və Allah və Rasulü onu sevir. Yəni, bu da nədir? Bu da səhabələrin nədir? Allah'a olan sevgisindən və Rasuluna olan sevgisindən. Və hamısı istəyirdi ki, yəni orada olan sahabələr hamısı istəyirdilər ki, subhanallah, nə olsun? Bayraq ona verilsin. Hətta Ömər ibn Xattab radiyallahu anhum, Allah ondan razı olsun, deyir ki, başqa heç vaxt deyir, yəni o başçılığın mənə verilməyini deyir, istəməmişdim də həmin günkündən başqa. Çünki yəni orada o başçılığı istəməyə görə yox, orada Allah və Rasulunun sevgisinə görə. Orada Allah və Rasulunun sevgisinə görə, subhanallah. Həmçinin bu hədis Əli radiyallahu anh'ın fəzilətləri haqqında sabit olmuş ən səhih hədislərdən biridir, barakallahu fikum, ən səhih hədislərdən biridir. Və səhər olduğu zaman, səhər açıldığı zaman sahabələr hamısı Allah Rasulunun sallallahu aleyhi və səlləm yanına gəlirlər və hamısı istəyir ki, bayraq ona verilsin. Hamısı istəyir ki, bayraq ona verilsin. Və hər bir kəs nədir? Yəni, özün Muhammed sallallahu aleyhi və səlləmə göstərir. Yəni, hər bir kəs istəyir ki, Muhammed sallallahu aleyhi və səlləmə özün göstərir ki, nə etsin? Muhammed sallallahu aleyhi və səlləm bayrağı ona versin. Hətta Bureydə radiyallahu anh deyir ki, yəni, özümü belə qabağa çıxardım, göstərirdim ki, hətta Allah Resulü sallallahu aleyhi və səlləm məni görsün və bayrağı mənə versin. Burada bir çox faydalar var, barakallahu fikum. Burada bir çox faydalar var. Bu Əli radiyallahu anh birinci, Əli radiyallahu anh gözləri ağrır, yəni gözləri şiddətli ağrır, yəni gözləri açılmırdı. Yəni elə bir xəstəlik ki, gözlər olsun görsən olur, gözün ətrafı örtülür bütün. Və insan yəni görmür, göz açılmır. Allah Resulü sallallahu aleyhi və səlləm Xeybərə çıxanda Əli radiyallahu anh həmin o yəni gözünə görə nədir çıxmamışdı. Qalmışdı hələ Mədinədə. Amma nə edir? Əli radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm çıxıb, mən isə dalda qalacam. Subhanallah radiyallahu anh. Və çıxır, gəlir Xeybərə. Və təsəvvür et ki, həmin orada hamı gəlib ora Allah Resulü sallallahu aleyhi və səlləm yanına, Əli radiyallahu anh gəlməyib birdən. Yəni, Əli radiyallahu anh məhər istəmirdi bayraq almaq. İstəyirdi, sadəcə nədir? O gözünün ağrısını, o gözündə olan xəstəlikdən nə edir? Gələ bilmir, subhanallah. Və həmçinin burada yəni o qədərə iman var. Yəni təsəvvür et ki, bütün o sahabələr hamısı istəyirdi, hamısı getmişlər ora, hə? Amma Əli radiyallahu anh getməmişdi. Yəni sənə çatacaq şey, sənə veriləcək şey mütləq sən gəlib tapacaq. Yəni səndən qabaq insanlar onu can atsalar belə, o şeyə can atsalar belə, sən onun üçün getməsən belə nə deyir? Yəni qədərə iman. Səndən nə deyir? Çatacaq şeyi mütləq səni gəlib tapacaq. Hansı ki, Əli radiyallahu anh deyir ki, birinci Mədinədən çıxmamışdı. Nə deyir? Allah subhanallah qəlbinə salır. Yəni Allah subhanallah sənə çatacaq şey üçün əməlləri sənin üçün asanlaşdırır. Və Xeybərə gəlməyə Allah subhanallah Əli radiyallahu anh qəlbinə salır və Xeybərə gəlir. Və orada da nə edir? Gecə gözünün ağrısından Əli radiyallahu anh həmin o yerə gedə bilmir. Allah Resulü sallallahu aleyhi və səlləm yanına gedə bilmir. Və insanlar deyirdilər ki, gəlirlər, hamısı istəyirdilər ki, bayraq ona versin və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Əynə Ali ibn Əbi Talib. Ali ibn Əbi Talib hanı? Və deyildi ki, o gözlərindən nə şikayətlənir? Yəni gözlərində xəstəliyi var. Əli radiyallahu anh gözlərində xəstəliyi var.
Və Allah Rasulü sallallahu aleyhi və səlləm Əli radiyallahu anh çağırır. Və burada Əli radiyallahu anh gözlərində xəstəlik var. Burada həmçinin bir fayda var, qardaşlar, barakallahu fikum. Yəni şək yoxdur ki, Əbu Bakır, Ömər, Osman, Əli bunlar hamısı nədir? Allah Rasulunun sallallahu aleyhi və səlləm yoldaşlıq etmiş. Allah Rasulunun sallallahu aleyhi və səlləmin ən üstün, ən fəzilətli sahabilərindəndir. Sahabilərdir. Əbu Bakır, Ömər, öndə Osman, Əli. Allah onlardan razı olsun. Və görürsən günümüzdə nədir? Əli radiyallahu anhya, yəni ilahlıq, Əli radiyallahu anhya dua edib, Əli radiyallahu anhdan nələr istəyirlər. Və yaxud da Həsəndən Hüseynin nələr istəyirlər, hə? Və bu hədisdə dəlildir ki, həmin o Əli radiyallahu anh gözünün nədir? Ağrıması. Yəni Əli radiyallahu anh özü özünə fayda verə bilmədi. Əli radiyallahu gözləri tutuldu, nədir? Əli radiyallahu məyər gəlib bu bayrağı almaq istəmirdi, amma gözlərinin ağrısından gələ bilmir. Yəni Əli radiyallahu anhu özünə fayda verə bilmədi orada. Öz gözündən o ağrını dəf edə bilmədi. Yaxşı, Əli radiyallahu anh dünyasını dəyişdikdən sonra, Həsən, Hüseyin dünyasını dəyişdikdən sonra kimlərə fayda verə bilər? Yəni öldükdən sonra kimin duasını qəbul edə bilər? Kimlərə çatdırır? Yəni bu da nədir? Bu da həqiqətən də ağıl sahibləri üçün bir ibrətdir ki, Allah subhanallah müvəffəq etsin bizləri. Onda günümüzdə görürsən insanlar var ki, nədir? Allahı qoyub, Allahdan üz döndərib, Allahdan üz çevirib, neynirlər? Həsəndən, Hüseyndən, xüsusən də Hüseyin radiyallahu anhdan nədir? Ağızlarından düşmür. Məsələn, Hüseyni çağırırlar, Hüseyndən yardım istəyirlər, Hüseyndən kömək istəyirlər, Hüseyin üçün qurban kəsirlər, Hüseyin üçün nəzir deyirlər. Allah Hüseyin radiyallahu anhdan razı olsun. Və vallahi ki, Hüseyin radiyallahu anh onların bu əməllərin heç birindən razı deyil. Vallahi billahi, nə Həsən, nə Hüseyin, nə Əli, Allah onlardan razı olsun, bunların əməllərinin heç birindən razı deyil. Və qiyamət gündə onların bu əməllərini inkar edəcəklər. Allah subhanallah bizləri və zürriyyətimizi qorusun. Və bu hədis də ona dəlalət edir ki, Əli radiyallahu anh özünə şəfa verə bilmədiyi halda, özündən o ağrını qaldıra bilmədiyi halda, başqası öldükdən sonra başqasından necə qaldırmağa gücü çatır, necə qadirdir. Və həmçinin burada Allah Rasulunun sallallahu aleyhi və səlləm peyğəmbərliyinə dəlalətlərdən Allah Rasulü sallallahu aleyhi və səlləm yəni Əli radiyallahu anh çağırır və onu gedirlər, gətirirlər. Və hətta orada Əli radiyallahu anh dalınca bir nəfər gedir. Sahabilərdən biri gedir, yəni Əli radiyallahu anh özü gələ bilmir. O gözlərindəki xəstəlikdən özü gələ bilmir. Və gedir, onu gətirir. Və Allah Rasulü sallallahu aleyhi və səlləm onun gözlərinə tüpürür və onun üçün dua edilir. Onun üçün dua edilir. Və burada nədir? Bu da Allah Rasulunun sallallahu aleyhi və səlləmin mübarək olmasına, bərəkətli olmasına dəlil var. Allah Rasulunun. Və bu Allah Rasulunun sallallahu aleyhi və səlləmlə başqa heç kəsə xas deyil. Çünki Allah Rasulunun sallallahu aleyhi və səlləmdən sonra heç bir kəs, nə Əbu Bakır, nə Ömər, nə Osman, nə də Əli heç kimin gözünə tüpürüb, eləyib, nədir? Bu cür onları müalicə etmirlər. Bu yalnız Allah Rasulunun sallallahu aleyhi və səlləmə xas olan bir şeydir. Həm də burada nədir? Bərəkət, bir şey, biz bunun bərəkət dərsində ki, təbarruq dərsində keçmişdik, qadağan olmuş təbarruqlar dərsində keçmişdik, barakallahu fikum. Yəni burada Allah Rasulunun bərəkət Allah subhanahu taalandandır. Bərəkət Allah subhanahu taalandandır. Necə ki, Allah Rasulunun sallallahu aleyhi ve sellem hədisində gəlir, hansı ki, səfərə çıxırlar və səfərdə su azalır. Və bunun Allah Rasulunun sallallahu aleyhi və səlləmə şikayət edirlər. Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, yəni, yanınızda olan suyu gətirin və onlar suyu gətirirlər. Və Allah Rasulü sallallahu aleyhi və səlləm əlini ora qoyur və oradan İbn Məsud radiyallahu anh deyir ki, mən deyir, onun barmaqlarının arasından suyun fontan vurduğunu, fışqırdığını gördüm deyir. Bu da deyir Allahın möcüzələrindən, bu Allahın möcüzələrindən bir möcüzədir. Allah subhanahu ta'ala öz peyğəmbərinə verdiyi möcüzələrindən bir möcüzədir. Və Allah Rasulü sallallahu aleyhi və səlləm nə deyir? Heyyə alə't-tahuril mübarək vəl-bərəkətü minəllah. Deyir ki, yəni, tahur, yəni təmiz, mübarək suya tələsin. Deyir, bərəkət Allahdandır. Yəni bunu yəni məndən olduğunu deyir, yox. Yəni bilməyin. Allah Rasulü sallallahu aleyhi və səlləm öyrədir ki, bərəkət deyir Allahdandır. Vəl-bərəkətu minəllah. Bərəkət Allahdandır. Və Allah Rasulü sallallahu aleyhi və səlləm orada bayrağı Əli radiyallahu anhya verir və Əli radiyallahu anhya deyir ki,
Burada yəni bu hədis dediyimiz kimi Allah Əli radiyallahu anhun fəzilətlərinə dəlalət edən hədislərdəndir. Və həmçinin burada bir neçə fəziləti var. İndi onlar da gələcək qarşılıqda və Allah Resulü sallallahu aleyhi və səlləm bayrağı Əli radiyallahu anh verir və Əli radiyallahu anh gedir. Əli radiyallahu anh gedir və hətta Əli radiyallahu və Allah Resulü sonra deyir ki, Əli radiyallahu anh deyir ki, Əv qatiluhum alə ən yəkunu mislənə, yəni deyir, mən onlarla deyir, bizim kimi olana qədər vuruşum deyir. Yəni Əli radiyallahu anh Allah Resulündən sallallahu aleyhi və səlləmdən soruşur. Və Allah Resulü sallallahu aleyhi və səlləm ona deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm ona deyir ki, get və dala çevrilmə, get və arxaya çevrilmə. Və Əli radiyallahu anh biraz getdikdən sonra söz soruşmaq istəyir. Və üzün çevirmədən həmin bu sözü soruşur ki, ya Rasulullah, mən deyir, onlarla bizim kimi olana qədər vuruşum. Hansı ki, çevrilir nə deyir, söz soruşur da, yəni çevrilir sonra. Amma Allah Rasulü sallallahu aleyhi və səlləmin ona dediyinə görə ki, get və dara çevrilmə, çevrilmədən soruşur, subhanallah. Yəni, nə deyir, Allah Rasulü sallallahu aleyhi və səlləmin əmrini necə də itaətkar oldular. Yəni, bu da nədir? Sahabələrin halı idi. Bu da sahabələrin halı idi ki, Allah Rasulü sallallahu aleyhi və səlləmin əmrinə nədir? İtaətkar idilər. Allah Rasulü sallallahu aleyhi və səlləmin əmrin necə isə elənsi də yerinə yetirirdilər. Hətta hədislərdə gəlir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bir sahabə məscidə yaxınlaşanda Allah Rasulü deyir ki, sallallahu aleyhi və səlləm sahabələrə oturun. Məscidin içərisində sahabələr otururlar. Həmin sahabə də məscidə girməmiş oturur. Yəni nə deyir? Allah Rasulü sallallahu aleyhi və səlləm əmrin eşitdiyinə görə həmən oturur. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləmin əmrinə nə deyir? Necə də itaətkar edirlər o sahabələr. Allah subhanallah bizləri də müvəffəq etsin. Və Allah Rasulü sallallahu aleyhi və səlləm ona deyir ki, yəni tələsmədən, ədəblə, yəni tələskənlik etmədən onların o yəni qalanın yanına in. Qalanın yanına geyin, hətta onların qalasına çatana qədər. Ged. Və sonra onları İslam'a dəvət et. Və sonra onları İslam'a dəvət et və Allahın onların üzərində vacib olan haqqın onlara xəbər ver. Burada, qardaşlar, bir neçə məsələ var. Burada birincisi, həmin o Xeybər əhli, yəni yahudilər, onlara öncədən Allah Rasulü sallallahu aleyhi ve sellem dəvət etmişdi. Yəni onlar indi dəvət olunmurdular, ha. Yəni onlara öncədən dəvət olunmuşdu. Və təsəvvür et nədir? Allah Rasulü sallallahu aleyhi ve sellem yenə o nədir? Dəvət, yenə də onun dalınca belə dəvət. Yəni onlara bundan öncə, döyüşdən öncə onlara dəvət çatmışdı. Allah Rasulü sallallahu aleyhi ve sellem onları dəvət etmişdi. Və yenə də Əli radiyallahu anh deyir ki, onların qalasının yanına get, o sahəyə in və orada onları deyir, onları dəvət et, onları İslam'a dəvət et. Yəni, la ilahə illallahı onları dəvət et, tövhidə onları dəvət et. Və Allahın onlar üzərində vacib olan haqqın onlara xəbər ver, yəni tövhidə onlara xəbər ver. Bu da nədir? Bu da həmin o müəllif rahiməllahın başlıq qoyduğu şey, yəni la ilahə illallaha dəvət etməyi, bu da nədir? Eyni həmin o tərcümənin şahididir, dəlildir, barakallahu fikum. Və nə deyir? Orada onları dəvət et, onları la ilahə illallaha dəvət et. Burada bir çox fayda var, Burada həmçinin müəllif şeyxlər də gətirir, barakallahu fikum. Burada həmçinin yəni əhəd xəbərin qəbul olunması. Yəni əhəd xəbər deyirlər, əhəd yəni hədisin əhəd xəbərin, yəni tək bir şəxsdən xəbərinin qəbul olunması. Hansı ki, Allah radiyallahu anh tək idi və həmçinin orada Muaz radiyallahu anh, Əbu Musa Əl-Əşər radiyallahu anh hədisləri, hansı ki, onları tək olaraq göndərmişdir Allah Rasulü sallallahu aleyhi və səlləm. Yəni, burada nədir? Əhəd xəbərin qəbul olunmasına dəlillər vardır. Əhəd xəbərin qəbul olunmasına dəlillər vardır. Və sonra Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, onlara yəni, İslam haqqında xəbər ver, İslam'a dəvət et və Allahın haqqın, onlara vacib olan haqqın onlara bildir. Və deyir, vallah deyir, yəni, Allahın sənin əlinlə bir nəfəri hidayət etməsi sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir. Allahın sənin əlinlə bir nəfəri hidayət etməsi sənin üçün qırmızı dəvələrdən, yəni o nədir? Onlar, o dəvələr
ərəblərdə ən qiymətli dəvələr idi, ən qiymətli mallar idi, ən qiymətli nədir? Malları idi. Yəni həmin vaxt ən qiymətli malları idi. Yəni burada nəyə işarə var? Yəni bir nəfərin sənin əlinlə hidayət olunması sənin üçün dünya malından, yəni dünyanın səndə olmasından daha xeyirlidir. Eləcə də bu hamımıza aiddir, qardaşlar. Hamımıza aid ki, bir nəfərin bizim əlimizlə hidayət olunması, haqqa yönəlməsi, pisliklərdən uzaq durması, başlıqda da şirkdən uzaq durması, haqqa yönəlməsi, salih əməllərə yönəlməsi və başlıqda da tövhid. Bunu yönəlməsi bizim üçün bütün dünyanın bizdə olmasından da daha xeyirlidir, daha fəzilətlidir və bunun üçün də çalışmaq lazımdır. Bunun üçün də cəhd etmək lazımdır, çalışmaq lazımdır. Allah Subhanahu taala bizləri müvəffəq etsin. Onun üçün də Allah Subhanahu taala bizləri də müvəffəq etsin və Allah Subhanahu taaladan istəmək lazımdır. Allah Subhanahu taalaya dua etmək lazımdır ki, Allah Subhanahu taala dəvətimizə bərəkət versin. Allah Subhanahu taala insanların haqqa yönəlməsinə, insanları Allah Subhanahu millətimizi, xalqımızı haqqa yönəltsin, onları tövhidə yönəltsin, onları Allah Subhanahu taalaya və Allaha və Rasuluna itaətə yönəltsin, Allaha ibadətə yönəltsin. Və Allah daha doğrusunu bilir. Subhanakallahumma və bihamdika əşhədu en la ilahe illə ente estəğfiruka və etûbü ileyk.